Fibroadenomalar xərçəngə çevrilə bilərmi? Süd vəzində fibroadenoma aşkar olunan pasientləri ən çox narahat edən problemlərdən biri budur. Fibroadenomaların müxtəlif formaları vardır. Sadə forma, qarışıq forma və filloid şiş dediyimiz bir forması da vardır. Fibroadenomaların içərisində bədxassəliyə çevrilmə ehtimalı olan yeganə növ filloid fibroadenomalardır. Filloid fibroadenomalar sürətli şəkildə böyüməyə və öz xassiyyətini və xüsusiyyətlərini dəyişməyə meylli olan xoşxassiyyətli şişlərdən biridir. Əgər süd vəzinizdə fibroadenoma aşkar olunubsa, həkiminiz sizə ölçüsü 2 sm-ə qədərdirsə, biopsiya məsləhət görəcəkdir və yaxud da müşahidə məsləhət görəcəkdir. Əgər 2 sm-dən böyükdürsə və müşahidə altında olduğunuz müddətdə təxminən 1 il ərzində ümumi ölçüsünün 20%-dən daha çox böyümə müşahidə olunacaqsa, bu zaman cərrahi əməliyyat məsləhət görülə bilər. Mənim şəxsi praktikamda filloid fibroadenoma diaqnozu qoyduğum pasiyentimin bir neçə il sonra mənə təkrar müraciət etdi və təəssüf ki, öncədən biopsiya etmişdim, təkrarı yenə biopsiya etdim, 3-4 il sonra müraciət etmişdi və növbəti biopsiyada süd vəzi xərçəngi olduğunu aşkar etdik. Əlbəttə ki, öncəki müayinədə onda filloid şiş aşkar olunmuşdu. Ona görə də əziz izləyicilər, əgər fibroadenoma sizdə aşkar olunubsa, sürətli böyümə müşahidə olunursa, filloid fibroadenoma olduğu müəyyən edilibsə, həkiminiz sizə cərrahi əməliyyat məsləhət görübsə, əməliyyatdan imtina etməyin. Çünki gələcəkdə daha ciddi xəstəliyə çevrilə bilər. Vaxtında hər bir xəstəliyə diaqnoz qoymaq və onu aradan qaldırmaq, tamamilə sağaltmaq mümkündür.